Salam yoldaşlar, hər birinizi salamlayıram. Bugünkü mövzumuzda artıq sertifikat koordinat administrator mövzularını bitiririk. 22 dərs oldu administrator fokusunda. Bəzi mövzular var, keçməmişik, lazım mövzulardır. Bununla da bitirib, bundan sonra müəyyən bir vaxt içər simulyatora düz başlamışam, qısa müddətdə bitirərəm. Ondan sonraki növbəti dərslərdən davam edəcək, amma biraz vaxt içəcək bundan sonraki dərslərə, həm də ki, bundan əvvəlki dərslərə hələ çatdırsaq çox yaxşı olar. Bugünkü mövzularımız etişinin backup'ıdır. Cluster paketi. Əsas fokusumuz bunlardır. Bunlara üçün bəzi komponentlər, teorilər və resurslardan danışacağıq. Ümumi olaraq etişinin high availability olmasından danışın. Etişini high availability etmək üçün yoldaşlar etişini bir neçə nodda qaldırırıq ki, oradakılardan biri dayansa digərini götürə bilsin. Amma bu məntiqsizlik ilk dərsdə elə 3 master olaraq göstərmişdim ki, 3 dənə master olanda 3 dənə etkisi olur. Bunların birliyi digərləri köməkçi funksiyası daşıyır. Təbii ki, bunlar dəyişə bilir. Ki, artı 3 dənə masterımız olanda eninə etkisi high availability olur. Okay. Bunu qoyduq qırağa. Etkisinin nədir? Etkisi clusterımızda bütün komponentləri özündə saxlayan database'dir. Database belə deyək ki, bütün resurslar onun üzərində saxlanılır. Biz clusterın backup'ını almalıyıq ki, olduğu nəsə bir silindi, dərhal backup'la qaytara bilərik. Və ya fərqli bir cluster'a köçürmək istəyəndə uyğun konfigurasiyalar etdikdən sonra o cluster'a backup'ı yükləyərək həmin cluster'da buradakı cluster'ımızda nəyimiz varsa hər bir şey orada eyni ilə qalxacaq. Təbii ki, bu müəyyən bir vaxt çəkəcək. Okay. Bunu da qoyduq qırağa. İndi gəlir etçinin backup'ının da dərin danışaq. Etçinin backup eləmək üçün 3 üsul var yoldaşlar. Bir manual üsulundan, ikinci eyni ilə məntiqini başa düşmək üçün, ikinci cron job üsulundan avtomatlaşdırmadır eyni ilə. Velora'da bir tooldur, tool vasitəsilə edirik. Velora istifadə etmək üçün bizim qıraqda bir object storage'imiz olmalıdır. Ola bilər S3, ola bilər Mineo. S3 və Mineo'dan istifadə edərək bütün backup'ımızı ora ata bilərik. Amma hal-hazırda biz Mineo və AWS bilmədiyimiz üçün, yəni keçmədiyim üçün, onlara şey eləməyə ehtiyac yoxdur. Onun üçün 2 üsulla keçəcəyik. Birinci manual, ikincisi cron job üsulu ilə. Gəlir videonu çox uzatmayaq, başlayaq manual üsulundan göstərməyə. Bizə cluster'da backup almaq üçün lazım sertifikatları tapmaq üçün yolumuz və bütün elədiklərimi master üzərində eləməliyik ki, etçisi masterdadır. Okay. Hesabını. Bizə lazım olan bütün sertifikatları burada görürüm. Hazır backup komandası burada. İmtihana düşmür. Narahat olmayın. Real həyatda bunlar manual eləyən deyilsiniz. Deməli, burada lazım olan komponentləri deyirəm və backup qovluğunu açsın deyirəm. Hal-hazırda görürüm ki, getbotda məndə nəsə var idi. İstəsən getbot. Məndə heç bir şey yox idi, ona görə nəsə almağın mənası yoxdur. Təzədən alarıq kitabı. Deməli, gəlin mən belə eləsəm, create deploy d1 image bərabərdir nginx. Okay, bunun backup'ını alsaq. Bunun qalxmağını görək qalxdı mı? Hələ ki creatingdir. Gözləyə bu dənə qalxsın. Dənə sayın. Davam edelim dostlar. Deməli, running oldu bu. Still get code yazıram. Running olduğunu görürəm. İndi təzədən sudosu yazaq. İlk olaraq rm yazıb backup qovluğunu silək, içində də içində qalmasın. Təzədən bu komandanı yapışdıraq. Backup'ımızı yenidən alaq. Backup'ımız alındı. ls backup yazsam. Görürəm ki, backup faylımız alınıb. Gəliz indi alınan backup faylın sistemə geliş. İlk olaraq still git code yazım ki, exit. Still git code yazım. Running deyik. Gəliz bunu silək. Still delete reforce deploy directory all. Okay, still get code yazsam heç bir son olmadığını görürəm. Gələk indi
İl ardıcıl buradan götürsəm ilk olaraq etçisini stop edirəm ki, okey. Etçisini ilk olaraq stop eləyək ki biz bunu dəyişəcəyik. Fərqli etçisini istifadə edəcək yerindən, ona görə bunu edirik. Bir stop olsun. Ondan sonra gərək komaları götürək. Sadəcə 1-2 sistemin oxuyacaq yeri dəyişirik. Bu faildən oxunsun deyirik. Buradan restore edirik. Restore etmək üçün buradan backup'ı aldığım failin adını yazmalıyam. Okey, successful'ları görürəm artıq. Ondan sonra sadəcə bu defaultdan alan dəyişək. Buna. Ondan sonra da yeni yarattığımızı o adla verək. Ki etçisi de ondan oxusun. Ondan sonra da sistem istəyənlə etçiliyini start edirik ki artıq yenidən backup'ı oxumalı və bizim köhnə aldığımız backup'ı qayıtsın. Biraz sistemdə vaxt çəkəcək, gözləyək biraz. Bu əslində çox vaxt çəkən bir şeydir, amma hal-hazırda bizdə çox az bir dənə deployment var. Ona görə daha tez bir vaxtda qalxar. Görək baqa mı düşdü yoxsa bir dənə baxsam. Stil edit D1 stil. Arada baqa düşür belə, ona görə deyirəm. Yenə baqa düşür. Əslində resurs var. Sadəcə o resursu görmür. Gəlsəm təzədən bir dənə qaytarsam buradan. İstəyini stop edeyim. Aslında qayıdıb o məlumatlar yoldaşlar. Sadəcə baqa düşdü. Arada düşür belə. Yəni manual üstünə bunu almırlar. Okay. Yəni start edək. İndi bu cluster qalxanda restart təzədən görünməlidir. Olmadısa əslində backup alınıb yoldaşlar. Backup hazır alınıb qalıb orada. Sadəcə backup edəndə orada görünməndə problem düşür, baqa düşür. Orada problem yoxdur. Ya da bu manual işləmən backup alan yoxdur. Sadəcə məntiqin başa düşmək üçün edirəm ki, ilk olaraq manifest, yəni bütün cluster'ı backup'ını götürürəm, sonra dayandırıram etçiliyini, sonra həmin reload etmək üçün onu atıram, ondan sonra sistemi qaldırıram, всё. Sistem məntiqinə belə işləyir. Get pod yazsam. Ne deyirəm, indi get pod yazanda burada bir şey görsənmir, amma değil, get edit yazsam, diye bir anda bir deployment yazsam, geri bunun içine girecek. İşte yoxlayaq. Bakın bunun içine girdiğini görürüm. Gərək bunların replikasını dəyişək də. Okey. Edit olduğunu görürəm. İstəyə get bu. Üstəmə burada belə baka düşür arada. Fərqli bir şey də yaratsaq, bunu şeyləsə bunun üzərinə ala bilərik. İndi gəlin bu üsulunu keçdik. Cron Job üsulunun backup almağa keçək. Cron Job üsulundan da backup alanda Cron Job bildiğimiz RSS'deki avtomatlaşdırılmış müəyyən vaxt aralığında taskları istifadə etmək üçün istifadə olunur. Gəlsək bunu deyim 2.yaml yazsam, yapıştırsam ora. Buradan sadəcə mən vaxt aralığını nizamlasam,
Deyirəm ki, nə vaxt taskı göstər. Hmm, 4:25 16 25 yazaq. Artıq 26 yazmalıyam. Şey değil. Create Drive 2 nöqtə yamal. Yarandığını görürəm. İndi yenə baqadı şu klasslar ona görə görsənməyəcək. Sadəcə 26 olanda biz oradan buradan birbaşa görmək üçün loqona da baxa biləcəyik. Elə pod üzərindən etcd-nin backup namespace-inə girib baxsa orada şey elə biləcək. Bir də 26 olsun. İndi vursam heç nə görsənməyəcək. Çünki klasslar baqladı. Nə yaradıram görünmür. Bu 26 olsun. 26 olsun. Ben burada ls yazsam slash sudosu ls slash backup'a baksam hal-hazırda bir dənə var. Bu bir dənə backup getsin. Görək backup'ı. Okey. Artıq backup'ın aldığını görürəm. Etçili snapshot da backup alındı. İndi gəlib bu backup'dan da birebir qayıda bilərik. Bu backup'a da qayıtmaq üçün elə burada hazır bizə verib. Yapıştıra bunu yeniden. Avtomatik şekilde bunları zararlı gözleyeyim. Şöyle stop olsun etcd. Biraz elimizden bir delikleri. Stop etti. Ondan sonra bunu işte değil. İyi. Bu ne? Yolunu yazmalıyam. Ona göre buradan belirleyir. Okey. Kayıtlarda buradan. Galiba burada. Komanda işledi. Bunlar işim var. Manual file directory. Elə bunun üzerine devam edebilir aslında. Ki ora atmadı, bura at. Bunu geriye yapıştırarak ne değil? Ne altta yaklaşıyor ki bu? Bu backup'ı. Backup alındı bu hiç. Bundan işim yok. Yani adı değişebilir dayanma değil. Okey ona göre işim yok. Sadece o default file'ın adını değiştirdi. Start edək. Yine deyirəm cluster bug'a düşüb ki, ondan sonra düzələcək. Amma ki bizim məntiqimiz bu idi ki, cluster'ın backup necə alınmağını göstərdiyim. Məntiq də bu idi. İndi belə edəcək ki, bundan sonra cluster'ın update üçün istifadə olunan teoriyalar keçəcək. Onun üçün biz bu dənə qalxsın, sonra biz snapshot'dan qayıdaq başqa versiyona. Exit yazaq. Edit code.
Fərqli haqqında yaza bilər. Yox. Ha. Okey, gördüm ki bug'dan da düzəldi, qayıtdı. D1 görürəm buradan. Running vəziyyətdədir. İndi bu hazır bizim klasterımızdır. Bütün backup qaytardıq. Silinmiş D1-də deployment qayıtdı. İstəyini görsən. Biraz geç vaxt çəkəsində biraz gözləmək lazımdır. Bu qədər tez olmaq deyil. Çünki normalda resursun düzdür, çoxlu resursların ola bilər. Amma yenə də əsas komponent yenidən başlaması biraz vaxt çəkir. Bu bizim backup mövzumuz yoldaşlar. Backup-ı belə elədik. Cronjob-la da elədik yenə də. Cronjob-da heç bildiyimiz kimidir. Sadəcə vaxt sıxılmasını edirik. AI-nə yazdırsız gedir. İndi gələk nə edək? Snapchat-da məndə belə deyək, Snapchat-dan mən qayıdım. Bizim istifadə edəcəyimiz elə versiyona. Köhnə bir dənə cluster update eləmişəm. Silmişəm, təzədən düzəltmişəm. Bunu necə edəcəksiniz danışacağım o hissədə. Sadəcə bir dənə bu VMware qalsın, ondan sonra davam edelim. Okey yoldaşlar. Deməli. Gəldim mən sadəcə köhnə bir cluster versiyonu yükləmişəm. Versiyona da baxmaq istəyirəm. White yazsam. Cluster qalsın. Evet, cluster tam qalxmayıb. Bir dənə şey qalxdığıma biraz vaxt çəkir. Bu dənə clusterımız tam qalsın. Bu qalxınca mən də buradan danışım. Deməli, biz clusterı upgrade etməmişdən əvvəl bəzi teoremlər haqqında danışaq. Cordon və uncordon haqqında. Cordon etdikdə bizdə artıq clusterımızdakı nod üzərindən hər hansı bir komponent artıq bunun üzərindən qalxmır. Burada edirik ki, bundan sonra hər hansı bir resurs yaransa, gəlib bu nodda qalxmasın. Ki artıq biz bunu ya upgrade edirik və ya hər hansı bir problem var düzəldirik və s. kimi və s. Eyni ilə də drain. Drain nə üçündür? Drain etdikdə artıq bizim resurslarımız fərqli nodlarda qalxır. Buradakı nodlar boşaldılır ki, orada qalxdırsın. Bunu misalda nə edirik? Cluster'ın upgrade zamanı istifadə edirik. Gələcəkdə bu teoriyalar haqqında bir danışaq. Görək bizim nod qalxdı mı? Qalxdı. Versiyona baxıram, görürəm ki 1.35.5-dir. İndi upgrade haqqında danışacağıq. Amma ilk olaraq mən stil get pod yazsam heç nə yoxdur. Yəqin ki. Gəlsəm kubestil trade deploy D2 yaradı bu dəfə 3 image inject edək 3 replikasını deyilən isə 3 kubestil get pod 3 volt ben işlediğim yerde sistem yavaş değil. Hem de ki recording de receive ona göre creating olsun. Bu qalsın yoldaşlar, video çok uzun olacaq. Ben pauza vereyim. Tamam, direkt kalktım oraya söz. Aslında daha tez kalkmalıydı.
image yüklənir ona görə. Bir dənə belə edək. Void edək. Not 2, not 1 üzərində qalxır. Bizim də istədiyimiz fərqli notların üzərində qalxmasıdır. Okay, biri running oldu. İkisi running oldu. Node 2'ler üzerinde running oldu. Node 1 üzerinde running olmasını gösteriyor. Okay, 3'ü də running oldu yoldaşlar. Və baxanda görürəm ki, ikisi node 2 üzərindədir. Biri node 1 üzərindədir. Gəlin indi biz belə edək. Oradan keçəcəyim. Mən Costil get node yazsam. Mən notlarımı görürəm. Mən burada yazsam Costil. Belə yazaq, tabla işləyək. Gordon yazıram node 1. Costil get node yazıram. Və görürəm ki, burada artıq deyir ki, burada hər hansı bir schedule ola bilməz. Buradan resursuna baxmaya da ehtiyac yoxdur. Ready vəziyyətdədir, amma hər hansı pod bunun üzərində qalxa bilməz. Ki, məndə bir dənə pod var idi node 1 üzərində. Bu poddur. İndi gəliz bunu köçürdək. Necə köçürdək? Və ya bunu qordon yerində qordon node 1 yazsam yenidən düzəldəcək. Görürəm ki, artıq ready vəziyyət. İndi amma bir dənə yenidən qordon vəziyyət gətirək. Okay. Ondan sonra gələk run eləyək ki, artıq yeni bu portlar buradan çıxarılsın, fərqli portlara keçsin. Bunun üçün buradan sadə belə deyək, run komandalar buradan niyə belə səhv düşüb ki? Okay. Gələk buradan ignore daima set eləndə, daima set varsa buradan dərhal çıxsın. Ona görə veririk. Buradan çıxarılsın. Gəliz hətta ikili bir dənə də terminal açaq. İkili terminalda işləmək daha güzel olacaq. Splitdə ikili ekran eləyək. Qoşulsun bu bura. Copy, get, bol yazaq. Creating olduğunu görürəm və tire bots yazam. Bots yazmaqdan sağa ilə tire white yazam. Görəcəm ki, qalxan buradan tam görürəmmi? Tam görmürəm. Lap belə etsək. Tam görəcəm, mən səhv eləmirəmsə. Görürəm ki, həmsi hər biri node 2 üzərində qalxıb. Mən etdim ki, burada sadəcə node 2 üzərində qalxsın, node 1 üzərində neçəsinə qalxmasın və dedim ki, sonra run elədim ki, burada node 1 üzərində nə varsa çıxsın, node 2-yə qalxsın və eynindən bu da oldu. Görürəm ki, artıq hər biri runningdir. İndi amma fikir verirsiniz, burada Kubernetin biz nəyə görə istifadə edirik? Kubernetin əsas istifadə etmə mahiyyəti ondan ibarət ki, zero downtime istifadə olunsun. Yəni dayanmasın sistem. Zero downtime deyəndə sistem biraz da dayanırsa, artıq bu zero downtime deyil. Dayanmadan sistem işləyə bilmir. İndi bunu necə etmək olur? Bu fokusda danışsaq, bizim əsas mövzularımızdan biri pod distribution bucketdir. Bu nə edir yoldaşlar? Bunun məntiqi odur ki, biz deyirik ki, bir deploymentdən 3 dənə replikamız var, düzdürmü? Biz cluster upgrade edəndə, gəliz elə buradan şey qaldırın. Epic beni. Yanında qaldıraq. Gəliz indi bunu qaldıraq. Gələk buradan bura deməli. Gəldik buradan sadəcə indi belə edirik. Bir dənə normal bir dənə şəkil çəkək. Bizdə misal burada komponentlər olsun, master node olsun. Bir dənə worker nodum var. Bir dənə də nə var? Worker 2 var. Gəz bunların adlarını da yazaq, lap şey olsun. Bu master 1, worker 1, worker 2. Okay. Bunların da versiyonları yazaq. 1.5.5'dir səhv eləmirəmsə. Bu da 1.35.5'dir. Burada da 1.35.5'dir. Okay.
Və bizdə hər bir nod üzərində buradan resurslarımız var. Resurslarımız deyək ki, buradan altdan yazsaq, tamam, biraz hərfin böyük hərfini yazsaq daha yaxşı olar. Misal bizim deploymentimiz var. Atıram, deyim, çoxlu resurs var ha, deploymentimiz var. 3 replikasında. Və bunun ikisi burada qalxır. Misal biri də burada. Biri də burada qalxır. Okey. Mən çalışıram ki, sistem artı upgrade olsun. Versiyon gəlsin 1.36.3-ə, 1.36.3-ə, 1.36.3-ə. Mənim indi master, 3 dənə masterım olanda burada eyni ilə bu məntiq işləyəcək, problem olmayacaq, danışacağım məntiq. Amma hal-hazırda bir dənə master var, ona görə masterla çox danışmayacağım. Worker nodda deyirəm ki, indi upgrade eyni məntiqdə işləyəcək. Drain olacaq, ilk olaraq cordon olacaq, fərqli bir resurs bu. Bunu cluster update edəndə bizim 2 üsulumuz var. Hazır cloud'dan istifadə edirsə, cloud özü restart edir. Yəni yeni upgrade'ləri gətirir, ondan işim yox. Amma ki biz on-premise-də cluster upgrade ediriksə, bu hər bir 2 dənə masterımız var. Bir masterlar upgrade olur. Master 1 misal oldu. Sonra keçir 2-yə, tam bitir. Sonra keçir 3-ə. Okey. İndi bu bir-birlərini əvəzləyə bilirlər də. Burada leadlər var. Həm kontrol menecerin, həm schedule-lərin hər birinin leadi var. Dəyişir ondan. İndi upgrade gedir. Burada problem yoxdur. Gəldik worker'a. Bizim bütün infrastrukturumuzdan nodları worker'ın üzərindədir. Botlar hər bir şey konfirmətlər olsun, worker'ın üzərindədir. Mən buradan artıq desəm ki, worker'lar üzərində hər hansı bir upgrade başlasa, worker bir tam upgrade olmalıdır ki, 1.36.3-ə. Ondan sonra keçməlidir bu upgrade olmalı. Amma bu upgrade olanda drain olacaq, bütün resurslar çıxacaq, worker keçəcək. O zaman nə baş verə bilər? Mənim bütün resursum burada ola bilər. Misal 1-2-yə buradadır, deyə bilərəm ki, hətta belə deyim ki, deyək ki, bura 3 dənə resursum var, burada heç bir resurs yoxdur. 3 podum da burada qalxdı. Ola bilər ki, bunda ekran kartı var və s. 3-ü də bunda qalxdı. Okay. İndi mən cluster elə upgrade eləməliyəm ki, sistemdə buradan olmasın. Down hissə olmasın sistemdə. 200 downtime məntiqlə işləyirik biz. Burada bizə nə kömək edir? Eynən burada məntiqə bizə bot distribution paket bizə kömək edir. Bunun məntiqi odur ki, bu şəkildən çox da bir şey başa düşməzsiniz. O şəkil üzərindən davam edəcəm. Mən buradan desəm ki, girəm mən bu üsulla. Deyirəm ki, bot distribution paketdən, yəni belə qısa ilə bot distribution paket. BDB. Okay. Paketdən mən. BDB deyirəm ki, minimal ayaqda qalan həmişə 2 olsun. Nə? Misal app D1 label, elə oradakına uyğun. Deyirəm ki, app D1 labelında olan podlar həmişə 2 running qala bilsin. Nə zaman? Cluster upgrade olunan zamanda. Bu kod belə deyim, pod distribution paket clusterda nodlar, clusterda podlar 2 cür tanınıla bilər. Bir hər hansı infrastrukturda, sistemdə, hardverdə bir problem oldu, resurs qalxdı və s. oldu. Buna baxmır. Bunun baxdığı əsas iş buradan drain olunan zaman podların köçürülməsi zamanıdır. Burada deyirik ki, həmişə 2 running olsun. Yəni ki, məndə burada worker-da 3-dür. 3 dənə worker-um, 3 dənə worker 1-də 3 dənə mənim podum var. Mən buradan bir keçirmək üçün mən deməliyəm ki, buradan get sən birin running elə, buradan birini öldür. Bu öldürüb qaldıran zaman 2 dənə hal-hazırda running var. Okay, 2 running var hal-hazırda. İşləyir də. Yəni belə deyək ki, 2-dən üstündür. 2-dən kiçik deyil ki, 2-yə bərabərdir minimal. Belə deyək ki, minimal 2 dənə qalxsın. İndi ondan sonra əgər bu belə bir şey etmək istəsə, 3-ünü də buradan öldürün, eyni vaxtda burada qaldırın. Okay. Bu zaman nə olacaq? Down olacaq, sistem dayanacaq. Bu onun qarşısını alır ki, deyir ki, sən 3-ünü də öldürənməzsən. Sən maksimal birini öldürə bilərsən ki, ikisi həmişə running qalsın. Ona görə gedib buradan, ikisi qalır buradan. Gedib ikisi qalır misal burada. Lap silsəm, mən silə biləcəyim. Okay, lap belə eləyək. İkisini silir. Burada ikisi running qalır, gəlib biri qaldırır. Ondan sonra gəlir burada biri qalır, gəlib burada birini qaldırır.
olur nə? Amma hamısı daim ikisi running vəziyyətdə qalır ki, down olmasın. Bunu təbii ki, seçə bilərik. Gəl indi bu manifest faylı üzərindən danışaq, çox danışmayaq. Burada göstərilir, burada tam belə effektiv göstərmir. Burada misal görürük ki, 2 dənə running vəziyyətdə var. Worker 1-də, node 1 üzərində, node 2-də bir dənə var. İkisini də öldürmək istəyir. Görür ki, PDB buna icazə vermir. Gəlib birini burada saxlayır. Bir-bir ardıcıl keçir. Amma burada tam belə ifadə eləyə bilməyib. Termit də olsa da ölmür də, resurs qalır orada. Ondan sonra runningləri bir-bir keçirməz göstərir. Node 1-dən upgrade olunub, sonra keçir Node 2-ni upgrade edib bütün resursları keçirdib bura. Gəlin manifest faylı üzərindən danışaq. Manifest faylı çox sadədir. Sadəcə spec sitəsində mini available nə qədər olsun deyir. 2 minimum maksimum da yazmaq olur səhv 2 təyin edirik ki, burada cluster upgrade olunan zaman 2 qalsın həmişə. Gəlin bunu yenidən göstərək. Deməli, burada 3 də runningdir bunların, düzdürmü? Və hamısı da node 2 üzərindədir. Gəlsəm buradan, get node yazsam. Görürəm ki, import eləməmişəm hələ. Stil. Oradan deyirəm ki, node 1 artı bu hazır vəziyyət gəlsin. Stil get node. Görürüm ki, ready vəziyyətdədir. İndi gəlib mən belə edirəm ki, vim 3 nöqtə yanlı yazaq. Burada yapışdıraq. Deyirəm ki, minimal kod 2 olsun. Bizim deploymentimiz nədir? D2-dir, düzdür? D2-nin labelına bir dənə baxaq. Get deploy show labels. App D2 label'ı. Mən burada deyirəm ki, app D2 label'ında olanlar həmişə 2 running qalsın. Həmişə 2 running qalsın. App D2 olanlar həmişə 2 running qalsın. Üstə də burada yazılıb. D2. Okay. Yadda şey yazacaq. Nöqtə yamul. Bu yarandı. Baxmaq üçün də get code bəli. Okay. Görürəm ki, minimal available 2-dir. Max available. İndi bunların heç kim yox. İndi gəlir belə edək. Belə edək. Mən görürəm ki, buradan fayda eləyək. Hal-hazırda 3 dənə runningim var. Mənim düzdür. Gəlirəm buradan. Deyirəm ki, stil. Oradan. Bax belə. Stil. Oradan. Node 2. Hər hansı bir şey gəlib bunun üzərində qalxmasın. Ondan sonra eyni ilə gəlsəm, buradan mən run eləsəm, ignore daim set yazmağın əlindən mən bunu gəlib kopyalayıram. Yapışdıraq buradan. Yapışdırsam. İndi bura fikir verir ki, yəni boçda eləsəm hətta. Bax belə eləyə bilərəm. Get bot 3 də runningdir. Tabi yazsam bəs deyilər. Running vəziyyəti izləyə buradan. Lap buradan bir dənə deyiləsəm. 3o white. Okay. Görürəm ki, hamısı node 2 üzərində qalır. Gələcəyində bunu işlədək. Bizə görə nə verəcək? Node 1 üzərində elədim. Node 1 üzərində zaten heç nə yox idi. Onun üçün elədik. 2 eləməliydim mən. Node 2-ni eləyək buradan. Fikir verin buradan. Hermetik olur. Pinlik elə gözlənilir. Hal-hazırda 2 running qalır buradan. Bax soğuk. Hal-hazırda 2 dənə running var. Görürsünüz. Bax bunu mən what səsini silsəm. Görürsünüz. 2 dənə running qalır. Biri pinlikdədir. Gözləyərək siləmdir. Burada niye qalxmadı? Bir dənə mən baxsam. Qalxanmıyor. Görürsünüz orada gözləyir. Get mod yazsam görüm. İkisi də şeydir buradan. Stil, oradan.
Koordinat edirəm. Harda qalxmalıdır? Node 1 üzərində qalxmalıdır, düzdürmü? Node 1. İndi kursda get pod yazsam. Görürəm ki, artıq hətta direkt void yazsam. Bir oradan keçsək nəyə? Artıq creating olur. Fikir bir köçür. Node 1 üzerine. Node 2'de bir tane qalıb running. Görürsünüz. Burada creating olur. 3'ü də running oldu. İndi bir dənə təzədən creating eləyəcək. Onu öldürdü. Çünki 2 dənə running prinsip işləyir. Gəlib 3'ü də harda qalxacaq? Gözləyək. Tamam, qalxmayıb. 3'ü də qalxdı və 3'ü də Node 1 üzərinə köçürdü. Hal-hazırda mən baxsam Node 2 üzərindən heç bir şeyim qalmır. Görürsün. Bunun məntiqi budur. Yəni pod distribution budget ki zero downtime məntiqini, upgrade məntiqindən istifadə olunur. Bu belə yoldaşlar. Gəldik əsas mövzumuza. Bunların tam mənasını başa düşdük. Nəyə görə drain istifadə edilir, nəyə görə kardan, nəyə görə unkardan istifadə edirik. İndi buradan gəldik cluster'ın upgrade'inə. Cluster'ı upgrade etmək üçün Kubernetes vasitəsilə upgrade edirik. Və biz kubespray vasitəsilə install etmişiksə, yeni ilə hazır manifest elə kubespray faylında var. Bundan istifadə edəcəyik. Bunu əvvəl deyim, amma cluster upgrade etməkdən əvvəl hər bir label üçün gərək pod distribution budget yazılmalıdır ki, PDP. PDP yazılmasa bu down olacaq. Gərək hər bir cluster upgrade-dən əvvəl bunu nizamlana ki, ona uyğun yazıla. Onun üçün down getməsin. Amma bizdə hazır test tools oldu. Sadəcə birin elə 2 running vəziyyətə saxlamışam. Onun üçün elə ondan running vəziyyətində qalmalı bizə kifayətdir. Reset eləmək üçün bizim burada bir dənə reset faylımız var. Bundan istifadə edə bilərsiniz. Əgər sizdə hazır ən son versiyadırsa, amma upgrade eləmək istəyirsinizsə, bundan istifadə edəcəyik. Buranı saxlayaq. Gələk buradan ikili ekran vəziyyətini təkli ekrana gətirək. Gəlirəm mən buradan. Bir dənə yazam. Deməli, Kubernetes install silək bulan erim. Dostu keçirdək. Deməli, Kubernetes install erim. Sürətləndirək. İndi gələk buradan yoldaşlar. Yapışdıraq bunu. Burada da avtomatlaşdırmışam özüm üçün. Bir nəyəsə yazıb içinə girməyə ehtiyac yoxdur. ls yazaq. Kubernetes cluster upgrade ls. Buradan readme də yazılıb. Keçin baxa bilərsiniz. Flashmod 3x upgrade.sh upgrade.sh. Bu hər biri install olacaq. Bunların install olmağını gözləyək. İlk installıq kimdir yoldaşlar? Hər bir komponent yüklənir. Biz sadəcə yenə hansı IP-lərin olduğunu və nəyin Ansible user'ın adını yazırıq. İlk dərsdən göstərmişdim. User'ların üzərində no pass video yazılmış kifayətdir ki, test baxımından rahat upgrade edə bilərsiniz. Ki həmin user'a qoşulanda Ansible passwordsuz root səlahiyyətlərini işləyə bilsin. Gözləyə bir dəqiqə. Bir dənə kodunu da gətireyim. Qeyri vəziyyətləri gələk buradan. Bizə deyir son versiya upgrade edək, yoxsa əllə bir versiya yazmaq istəyirsən. Mən deyim son versiya upgrade edək. String collection'ı uğraşdırsan. Collection'ı.
Ansible istifadəçi adını istəyir. Mən də elə Ansible idi. Yeni də ki bu nədir? Hansı userdən qoşulacaq? Ansible bunlara. Məndə elə userin adı da Ansible idi. Ansible. Master IP nədir? 192, 168, 10.141. Worker'da 192, 168, 10 ve 142 virgül 192, 168, 10.143. Load balansı elde edemeyeceğim. Gözleyeyim. Ben root'tan girmiştim de. Ki həmin user'dan public chain orada olmalı ki qoşula Ona göre biraz gözledim. Kursları upgrade edilir gözleyeyim. Başladı upgrade gözleyeyim. Upgrade başladı yoldaşlar. Yani bu biraz vaxt çəkəcək həqiqətən. Uzun vaxt çəkəcək upgrade'də. Ki 3 dənə onun upgrade olmalı vaxt çəkəcək. Gəlsəm də buradan hətta baxsam. Save, get, node, driver. Az görürəm ki burada 1.35 deyil. Müvəqqəti vaxtdan sonra təzədən bu watch dayanır. Onu axıra qədər izləyə bilməyəcək. Amma upgrade-də budur. Upgrade biraz vaxt çəkəcək. Onun üçün video salmaq istəmirəm. Gözləyək upgrade qutarsın. Ondan sonra davam edelim. Deməli yoldaşlar. Upgrade oldu. 1.36.4 versiyona kaldırıldı. İndi bitti ilə. Buradan da baxanda spodumda rank oldu yoldaşlar. Növbəti videoda görüşənə qədər Allah'a emanet.